Salam əziz müsəlmanlar, əziz möminlər, bacılar, qardaşlar, hamınızı salamlayıram. Bugün sizlərə İslamdakı günahlar haqqında danışacağım. Birinci günah, valideynlərin üzünə ağ olmaq. Bu haramdır. Belə günahlardan çəkinin əziz övladlar. Valideynlərinizi sevin. Əsəbləşdiyiniz zaman onlara cavab qaytarmayın, uf deməyin. Əks halda Allaha hesab vermiş olarsınız. Etməyin. Bu günahdır. Valideynləriniz sizə nə deyirsə desin. Onlara cavab qaytarmayın, əsəbləşməyin, təmkinli olun, səbirli olun. Dua eləyin onlar üçün. Onları sevin. İkinci günah, yalan danışmaq. Heç vaxt yalan danışmayın. Yalan insanı məhv eləyir. Qorxursunuzsa deyin, gizləməyin. Elədiyinizi inkar eləməyin. Nə pis günah işləmisinizsə, nə səhv eləmisinizsə deyin. Amma yalan danışmayın. Bu sizə baha başa gələ bilər. Üçüncü günah, zina etmək. Quran-ı Kərimdə buyurulur, nəinki zina etməyin, hətta zinaya yaxınlaşmayın. O çox çirkin əməldir. Əziz gənclər, belə günahlardan uzaqlaşın. Özünüzü qoruyun. Dua eləyin. Dördüncü günah, siğə muta. Bu da haramdır. Zina deməkdir. Müvəqqəti nikahdır. Evlənmək Allah Taala'nın əmrlərindən biridir. Allahın əmri və Peyğəmbərin iznidir. Həmişə elçiyə gedəndə, qız almağa gedəndə insanlar belə deyirlər. Allahın əmri və Peyğəmbərin izni ilə. Türklərdə isə belədir. Allahın emri Peyğəmbərin qavli ilə. Yəni evlənmək olar. Allah Taala məsləhəti bilib. Amma vaxtında. Gedəndə bu sözləri demək lazımdır. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Özünüzü qoruyun. Əziz müsəlmanlar, bacılar, qardaşlar, pis əməllərdən uzaqlaşın. Onlar sizi fəlakətə sürükləyə bilər. Əgər nə günahlar eləmisinizsə, tövbə eləyin. Allahdan bağışlanma diləyin. Oruclarınızı tutun. Namazlarınızı qılın. Pis əməllərdən, çirkin işlərdən uzaqlaşın. Dünyaya çox aldanmayın. Axirətə hazırlaşın. Sağ olun, salamat qalın. Allah amanında.